Selamun Aleyküm, əziz izləyicilər. Bəzən görürsən ki, kimsə takip atıb, sonra takipdən çıxardır adamı və elə hesab eləyir ki, bununla öz xalların yüksəldəcək. Ola bilsin ki, siz qarşı tərəfə takip, xal və sair gözü ilə baxışdırsa, mən hər kəsə insan gözü ilə baxıram və ona hörmət edirəm. Və mənə gələn takiplərə də mən mütləq ki, qarşılıq verməyə çalışıram gördüyüm təqdirdə. Və onu demək istəyirəm ki, videolarda bəyənməyi unutma. Çünki bu tuğda bir şey deyil və insanların abrını aparan, insanların psixologiyasını öldürən bir videodur. İnsanlara həqiqətə və məntiqə çatdıran bir videodur. Və qeyd eləmək istəyirəm ki, onlar hamısı insan həyatı üçün çox dəyərlidir. Məsələn, mən bir meyxana deyib paylaşsam, mənə deyəcəklər ki, de gəlsin, de, qəşəng deyirsən və yaxud da sənə pul verək, mənim adıma meyxana yaz. Əlbəttə, bunlar mənə lazım deyil, mən meyxanadan gələn gəlir istəmirəm. Buna baxmayaraq, mən Rusiyada bir neçə şəhərlərdə toylara da dəvət eləmişlər. Mən buna getməmişdim. Ona görə mən öz dünyava məqsədimə görə insanların psixologiyasını zayeləyib axirətdə sorğu-sualımı ağırlaşdırmaq istəmirəm. Və görürəm ki, çox təəssüf ki, ictimaiyyətdə insanı həqiqətə çatdıran, insanı elmə, təfəkkürə, məntiqə, doğru əqidəyə çatdıran videoları, hər hansı bir məsələləri bəyənmək istəmirlər. Çox təəssüf ki, cəmiyyətin, toplumun, dövrün bu yerinə gəlib çıxmışıq və ona görə də çox məyus oluram. Özünüzə yaxşı baxın, hər şey yaxşı olacaq inşallah, amma hamı üçün yox.